etibarən adi antenalarla artıq yerli kanallara da baxa bilməyəcəksiniz. Ona görə də özünüz, yaxınlarınız indidən o dekoderlər əldə edin və yaxud da ki, rəqəmsal yayımı dəstəkləyən televizorlar almağa çalışın. Materialımızı izləyin, bu haqda əməkdaşımız sizə geniş məlumat verir və aldanmamanız üçün burada verilən məlumatları bilməniz vacibdir. Noyabrın 1-dən Bakı və Abşeron ərazisində rəqəmli yayma keçidlə bağlı qərardan sonra çoxlarının televizoru göstərmədi. Bu da həmin televizorların rəqəmli yayımı dəstəkləməməsi ilə bağlıdır. Problemi həll etmək üçün televizorlara əlavə dekoderin quraşdırılmasına ehtiyac var. Lakin təəssüf ki, vətəndaşların çoxu dekoder alarkən nələrə diqqət etməli olduğunu bilmir. Aparatdan almaq istəyirəm, özümə yox ha. Bax ki, evdə digər bir adam var, onlar üçün post şöbələrində yoxdur. Verirlər 2 dənə, 3 dənə, 4 dənə verirlər, o da gələn kimi satılır. İndi mağazinlərdə də vallahi mən eşitmişəm 40 manatadır, 35 manat 40 manat arasındadır. İndi adam var ki, imkanı yoxdur. Rəqəmsal yayım keçirildi, dekoderlə bağlı, amma bunun hansının qiyməti ilə bağlı, hansı yaxşıdır, hansı sərfəlidir, sərfəsizdir, onun haqqında mənim məlumatım yoxdur da. 40 deyirlər, 40 manata var, 42 manata var. 25-30 manat deyirlər, amma elə ailələr var ki, 25-30 manata gücü çatmır axı. Gərək nəyisə də bir balaca kömək eləyərlər cəmaata. Keyfiyyətsiz mal qalsın bir tərəfə, gərək onun gücü də nəzarət olmalıdır. Məsələ burasındadır ki, Azərpoçt məntəqələrinə dekoderlər az sayda paylanılıb və tez bir zamanda tükənib. Müraciət etdiyimiz poçt məntəqələrində dekoderlərin gələn kimi satıldığını dedilər. Vətəndaşlar isə müxtəlif mağazalarda baha qiymətə satılan dekoderləri almaq istəmir. Ekspert İskəndər Qəmbərov vətəndaşları dekoder alarkən diqqətli olmağa çağırır. Azərpoçt şöbələrində satılan əksər dekoderlər Koreya istehsalı olan MPEG-2 formatını dəstəkləyən dekoderlərdir, hansı ki onlar HD yayımı qəbul etmirlər. Və nəzərə alsaq ki, yaxın illərdə televiziyaların əksəriyyəti HD yayıma keçəcək və bununla növbəti belə deyim də problemlə üzləşə bilərik. Problemlərdən biri odur ki, televiziyalar hal-hazırda Azərbaycan ərazisində 3 telekanal HD yayımda yayımlanır. Bunlardan da biri ATV telekanalıdır və MPEG-2 formatını dəstəkləyən dekoderləri alanlar təbii ki ATV-nin HD yayımını izləyə bilməyəcəklər. Bundan başqa vətəndaşlar satıcıdan aldıqları dekoderlərin HD yayımı dəstəkləyib dəstəkləmədiyini öyrənə bilər. Bu qiymətdə çox ciddi fərq yaratmır. Yəni HD yayımı dəstəkləyən dekoderlər digərlərindən 3-5 manat baha satılır. Vətəndaşların nəzərinə çatdırırım ki, adi dekoderlər 22 manat olduğu təqdirdə bəzi işbazlar bu dekoderləri 25-27 manata satırlar. Vətəndaşlara ayıq olmağa çağırıram ki, bu dekoderləri alarkən üzərində MPEG-4 formatını dəstəkləyən yazı olduğunu diqqət eləsinlər və bundan başqa əgər o dekoderin üzərində hər hansı bir yazı yoxdursa, dekoderin arxasında HDMI kabel üçün çıxış olan xüsusi razion var, ona diqqət etsinlər. Bu həm də dekoder alıcılarını əlavə xərcdən xilas edəcək. Bir müddət sonra ölkənin bütün kanalları HD yayıma keçdiyi zaman artıq dekoderimizi dəyişdirmək məcburiyyətində qalmayacaqsınız. Yəni ilin günün bu vaxtında 2 qat xərcə düşməyəcəksiniz. Yenə biz bu cür materialları sosial məsuliyyətlilik, ictimai məsuliyyətlilik nöqteyi nəzərindən hazırlayırıq. Yəni, çox böyük əziyyət hesabına Azərbaycanlı auditoriyanı Azərbaycana qaytarmışıq. Yəni, düşüncə baxımından, psixologiya baxımından, maraqlar baxımından. Yəni, əhalimiz artıq öz kanallarımıza maraq göstərirlər. Bunun üçün də, yəni, hansı fədakarlıqlar edilib, şəxsən ATV adına mən bunu deyə bilərəm, onu biz bilirik. Bunu sizin bilməniz nə dərəcədə vacibdir bilmirəm, amma müəyyən konkret qurumlar, şəxslər var ki, mütləq və mütləq onlar bilməlidirlər. Bu ayrı. Problem nədir? İndi, yəni dekabrın 1-də bölgələr keçəcək, bu ayın 1-dən paytaxt Bakı və Abşeron yarımadası keçib rəqəmsal yayıma. Bir çoxlarının, böyük bir qism vətəndaşların tam mənasıyla bundan xəbəri yox idi. İndi böyük bir qism şəxslər Azərbaycan kanallarını izləyə bilmirlər, məcburlar nəyə? Yenə xarici kanalları izləməyə. Deməli, o insanlar Azərbaycan informasiya məkanından yenə uzaq düşürlər. Bu, dövlət üçün, dövlətçilik üçün heç də arzulanan bir şey deyil. Məncə, bu haqda çox danışmaq olar, çoxlu tənqidlər filan da etmək olar, amma yenə də biz ATV olaraq bunu edirik. Ey vətəndaşlarımız,
bölgələrdə yaşayan vətəndaşlarımız vaxt var. İndidən artıq düşün çöllərə bir şəkildə yəni rəqəmli yayımı izləyə bilmə imkanlarını əldə edin. Kabel televiziyalar vasitəsilə yerli kanallarımıza da baxanlar varsa, onlar üçün problem yoxdur. Ondan əlavə, əgər sizin müasir, ən son texnologiya ilə istehsal edilmiş o plazma televizorlarınız varsa, burada da problem olmayacaq. Əgər çanaq antinalarla xarici kanalları izləyirsiniz, sonra qayıdıb analog vasitəsilə yerli kanalları izləyirdinizsə, sizdə də inşallah problem olmaz. O çanaq antena ustasını çağırın, orada kiçik bir əlavə etməklə yerli kanallarımızın da izləmə imkanını sizin üçün yaradacaqlar. Amma yox, lap köhnə televizorlardandır sizdə və televizoru dəyişmək istəmirsinizsə, qəbul edicini dəyişmək istəmirsinizsə və elə bu şəkildə də yerli kanalları izləmək arzusundasınızsa, dekoder əldə etmək lazımdır. İndidən dekoderları tapın. Düz indi defisitdir. Hətta deyirlər Çindən filan yeni partiya vurublar, onlar bir aya gəlib çıxacaqlar. Bu müddətdə də müəyyən qism auditoriyanı biz Azərbaycan auditoriyasını itiririk. Bu müddətdə onlar gedirlər xaricə. Yəni ağlan, düşüncə ilə gedirlər xaricə. Yəni bunun günahkarı kimdir? Yəni bu sualların da cavabını tapmaq bizlik deyil. Bilirik, amma cavabını məncə başqaları tapmalıdırlar və o cavablara uyğun da davranmalıdırlar. Qısa reklam